Hepinizi yeni kamp videosundan salamlayıram. En yakın dostum Ümidlə birliktəyəm. Salam. Bu günləri gəlmişik, Xaçmazdayıq, Rusiya ilə sərhəddə. Sağ olsunlar sərhədçilər bizi sərhəddə saxladılar ki, burada mı yol yoxdur, hara gedirsiniz? Geri qayıdın. Qayıtdıq. Elə qayıtdığımız ilk yerdə də kampımızı qurduq. Çünki axşam idi, gecəyə düşdü, yağış da yağırdı. Oranın görüntülərini ona görə sizlərə bölüşə bilməyəcəyik, amma səhər açılanda möhtəşəm görüntülər çəkmişik. Yəni gözəl yerdir, arxamız meşədir, bilinmir sonu. Önümüzdə dəniz, onunla sonu bilinmir. İkisinin tam ortasında ideal bir yerdəyik. Buyurun, seyr edin görüntüləri. Videoyu da bəyənməyi unutmayın. Gedək biraz meşədən odun yığaq. Əlcəklərim Temudan almışam. Bu əlcəyin özəlliyini sizə göstərmişdim. Bu barmaq yerləri belə açılır. Gedək. Meşə qəşəngdir. Bitki örtüyü fərqlidir. Odun meşədə kifayət qədər var. Öyle ağacların budaqları bizə artıqlamasıyla bəsdir. Temu sağ olsun. Sinəmə taxdığım bu cihaz telefon tutucu da çox qəşəngdir, belə iş görür. Elə bir təəssürat var ki, sanki heç insan ayağı heç bura dəyməyib. Bitki demək olar ki, dizə qədər. Gəzmək lazımdır. Gəzərik birazdan. Məncə kifayət edər. Temudan aldığım cihaz bu formadadır. Telefon bura taxılır. Yəni rahat taxdınız, çəkə bilirsiniz. Düzdür, bir GoPro effekti rahatlığı yoxdur. Amma 15 manata iş görür. Kampı da əla yerə qurmuşuq. Meşə, dəniz, tam sevdiyim kimi. Bunu da çıxardım. Başlayayım odunları doğramağa. Müşər əladır. Müşər bu arada əla kəsir. Mən Temudan gələn mallar biraz ön yarğılıydım. Dedim keyfiyyətsiz olar, amma hamısı çox gözəl gəlib. Hamısı da əla iş görür. Bir dənə sizin üçün sınaq kəsiş eləyim. Baxın. Bu qədər sürətli. Mişar ən az balta qədər məncə önəmlidir kampda. Yəni odunu doğramaq üçün balta ilə yəni bəzi şeylər eləmək olmur. Ümumiyyətlə bunları baltalıq deyil. Həddən artıq çox qurt-quş var. Yəni həşərat fobiyası olanlar kampa gəlməsin. Biz gecə gəldik deyə tələsiyə düşdük. Çantalarımızı falan kampı qurana qədər açıq qaldı bəziləri. Unutduq. İçi dolu həşəratla. Bilmirəm. Yəni evə biraz həşərat aparacağım. Çayın qırağından qəmbər daşları yığdım. Mütləq bunu, əgər şərait varsa daşlarla, yoxdursa mütləq nəzarət altında eləməlisiniz. Yəni ocağı nəzarətsiz qoymaq olmaz. Çünki meşələrimiz, təbiətimiz gözəldir. Yəni xırda bir şeydən yanğın baş verə bilər. Ona görə tədbirimizi maksimum yüksək tutun. Əgər varsa şərait, elə daşlarla çevrəliyin. Alovun yayılmasının qarşısını maksimum alın. Belə. Həm də estetik görsənir.
Hava yavaş-yavaş qızışır. Hava qızışır. Gün ləzzət eləyir. Dənizin qoxusu, səsi bütün əsəbləri sakitləşdirir. Ümumiyyətlə, əsəbi insanlara tövsiyə edirəm. Çıxın kampa, təbiətlə baş-başa, istirahət eləyin, dincəlin. Radiomuz. Bu arada bura bilməyənlər üçün Rusiya ilə sərhəddir. Və görsün Rus radiolarında tutur. Ты за собой позови, тебе я сердце отдам. Мою большую любовь поделим напополам. Я знаю точно, милый друг, с тобою мне по пути. Судьбе одной, другой такой нам не найти. Ocaq qalamaq ümumiyyətlə səbir işidir. Yəni birdən-birə ocağınızı böyük odunlarla əhatə eləsəz, ocaq olur, sönür. Balımcanın içinə quyruğu uzun-uzun doğramaq lazımdır. Yoxsa həm şişə keçirtmək olmur. Şişə də keçirtməyəndə düşür. Belə. Waterbug işe yarayır. Ama yarıya su çatdı bu qədər. Yok, bunu biraz aşağıda eləsəydilər bomba olardı. Elə deyil. Tapşırıq Çinlilərə. Dağ suyu qabı Waterbug bu arada dağ suyu deməkdir də bura. nə deyil? Waterbug su çantası. Pişməz deyirdim, amma əla pişdi. Sağ olsun Ümid. Sen varmaq istəyirsən, qaynamaq istəyirsən. Qaynası bomba var ya. Çay çay. Evet. Ne? Qərar verdi ki, dəniz qırağına düşək, sizə oranı da göstərək. Dənizin qırağı belə çay daşlarıyla doludur, çınqıl daşları. Amma digər tərəfləri göstərə bilməyəcəyik, çünki oralar balaca gölməçələr var. Ola, bunlar ne yanar diye. Bir şey deyil, buradan yığardıq. Ha, buna ola bir dənə. Qurudur, qəşəngdir. Aa, bu ne değil? Böyle bir şey tapdım. O şüşədir. Şişədir. Qəmbər daşlarının arasında Bu şişədir. yeyilib. Ben sen sıvıtla dedim ki bu şişədir. Bu bir şey nedir? Nə? Kəhribar. Kəhrabadır. Vay nə? Kəhraba yiyəcək. Ola bilər. Ümid kəhribar tapdı. Gördün? Aferin sənə. Ümid kəhribar tapdı, içində də bir dənə ağac qanat var. Olsun da fosildir də bura. Olsun da qardaşım, əla. Onu bir də qəşəng şkulkalayıb.
Həri. Parlatmaq lazımdır. Все, bu bunun cümlə. Burada ayaqqabısını, damaşnikini unutan şəxslər xahiş edirəm dənizimizi səliqəli, təmiz saxlayaq. Yəni bütün dənizin kənarı plastik butulkalar, nə bilim, zirzibillə doludur. Necə də çirkin bir görüntüdür. Siz özünüz də görürsüz. Buralar tərtəmiz olsaydı bəlkə də çox gözəl bir yer olardı. Amma hal-hazırda yəni hətta buradan göstər. Yəni turistik belə məkan sayılmır hal-hazırda. Düzdür? Əslində çox qəşəng yerdir. Bomba yerdir. Havasına var bir dənə. Dəniz qırağı və nəmişliyi yoxdur. Dənizin kənarı odunlarla da doludur. Bu dəniz bütün daxilindəki zirzibilləri nə ki daxilinə tökmüşük, hamısını vurub bura. Bu nədir Ümid? Tora ilişib, hə? Burada bir balıqçı toru var. Hə, yox, belə şeylər olmaz da, tor olmaz. Belə şeylər olmaz. İnsan faktoru hər yerdə özünü göstərir. Maşına şüşəsilən lazımdır. Yox. İndi isə kampımızı sizə göstərək. Bir dənə hündürlüyü göstər. Bura yoldur, dəyərli izləyənlər, dəyərli dostlar. Buradan biz qalxmışıq yuxarı. Belə. Və kamp yerimiz də biraz iləridədir. Girək meşəyə. Meşəni də göstərək də. Meşə çox canlı. Axşam elə bir dənə kirpi gəlmişdi ziyarətimizə. Təbii, insanlardan uzaq. Möhtəşəm bir meşədir. Buradan çay gedir. Əlbəttə insan faktoru hər yerdə özünü göstərir. Hər yerdə insan əli var. Əlimizin, ayağımızın altına mütləq baxaq. Hər şey ola bilər. Yabani meşədir nəticədə. Amma çox gözəl meşədir, hə Ümid? Hə. O güllərə bax. O gülləri çək. O möhtəşəm. İlerleyək. Ha? Çaya gəldik, çatdıq. Ya mən burada yıxılsam, Ümid mənə bir ömür gülərdi. Amma Ümid yıxılsa, necə yoxlaya gəlir. Qabaqda maraqlı yer var, ona bax. Getdik. Ayda. Məncə bu cığırı suya gəlib gedən inəklər eləyib. Hə, malqara. Malqara. Ola bilər. Çünki hər yerdə izləri var. Kamp adam burada da qura bilərdi ya. Hə. Hə? Burası biz orada dənizə sıfırıq da. O heç də. Növbəti dəfə. Həli. Bu necədir? Bomba. Götürə gedək. Götürək. O bizə bəssə. Bəs eləyər.
Güneş panelimiz. Bu ışığı diğer kamp videomuzdan bilirsiniz, möhtəşəm bir şeydir. Gecə səhərə qədər aydınladır, kifayət eləyir. Sadəcə güneş panelini şarj eləmək lazımdır. Samvar həmişə düz yerdə olmalıdır. Bir də samvarda belə bir şey var ki, bu yanmasın deyə mütləq ki, suba bura kimi gəlib çıxmalıdır. Suba mütləqdir ki, buradan olsun. Olmasa bu samvar Yanacaq. bəli. Hoppa. Əla. Əla da. Çay keyfimizdə edək. Ləzzət eləyir. Kampda sadəcə belə bir şey var. Fiziki dincəlmək istəyirsənsə, yəni kamp ona uyğun bir yer deyil də. Zehnən dincəlmək idealdır kampda. Fiziki yorulsanda zehnən dincəlirsən. Ay sağ ol. Bu arada bundan öncəki videoda sənin pirkuli sözünə xeyli cəmaət gülüb Nəyinə? və sənə düzəliş eləyiblər ki, ora pirquludur. Yox, onun əslində əgər maraqlansalar, o əzəldən pirkuli olur. Necə olub sonra indi pirqul deyirlər indi. Yəqin deyilişi xoşlanır, bilmirəm də, ya elə olur. Mən elə bilirəm. Deməli istəyirəm bundan öncəki videomuza olan yorumları sizlə bölüşüm. Maraqlı çünki yorumlar var. Deməli Ağayev yazıb ki, xoş gəlmişsiniz bizim torpaqlara. Xoş gördük Ağayev qardaş. O da yazıb ki, bu arada pirkulu yox, pirquludur. Olar. Heç də demirəm, yəni tarixə nəzər salmaq lazımdır. Rəşad bəy yazıb ki, əla çəkilişli uğurlar sizə. Təşəkkür edirəm Rəşad bəy, çox sağ ol. Təşəkkür Rəşad. Buradan sənə minnətdarıq. Nigar Ümidli yazıb ki, əla. Belə videoların ardı gəlsin. Sağ olun Nigar xanım, təşəkkür edirəm sizə. Çox müsbət rəylər var. Xoş istirahətlər yazıblar. Möhtəşəm mənzərə çəkilişi yazıblar. Meşədə gəzməkdə belə davam. Davam göründüyü kimi. Gəzmişik, bunu kəşf eləmişik meşə. Uzay yazıb ki, superdir. Sizə Saratovadan salam. Saratov. Saratovdan. Oo, Saratov. Salamlar Saratova. Rusiyadır Saratov. Mənim bilgilərimlə getsək əgər, Rusiyadır. Davam eləyim oxumağa. Mən oxum maraqlıdır mən. Vüsal bəy soruşub ki, salam getdiyiniz yer haradır, bilmək olar. Ora Yaşıl göldür. Yəni Şamaxı istiqamətində Yaşıl göl adlanan qoruq ərazidir. Düzdürmü? Uğurlar yazıblar, xeyirli olsun yazıblar. Davamı gəlsin yazıblar. Dəstək olaraq yazıblar. Əla, gözəl təbiət, uğurlar. Yəni bir sözlə videolarımızı çox bəyəniblər. Allah canını sağ eləsin. Videomuzu burada sonlandırırıq. İnşallah daha gözəl və daha maraqlı kamp videolarımız gələcək. Fərqli yerlərdə. İnşallah Azərbaycanın ən gözəl yerlərini istəyirəm gəzim. Belə, bugünkü videomuz bu qədər. Videoyu bəyənib, abunə olmağı unutmayın. Təşəkkür edirik, sağ olun, salamat qalın. Sizləri sevirəm, öpürəm, bağrıma basıram.